Peyğəmbər sallallahu yanında azan verən ilk müəzzin hamımızın yəqin ki dilində əzbərdir. Bəli, Bilal-i Həbəşi. Qara dərili idi. Amma Peyğəmbər sallallahu ətrafında nə qədər ağ dərili var idi. Üstəlik, bilirsiniz, təkrar biliyin anasıdır, dilimizdə belə bir söz var, xatırlatma ünvanı ilə deyirəm. Bilal-i Həbəşinin dilində qüsur var idi. Tarix yazarlar yazır ki, ş hərfini deyə bilmirdi. Bugün tanıdıqlarımızın arasında da var da, bəzi hərfləri, bəziləri deyə bilmir. Ş hərfini s deyərdi. Məsələn, Şamilə Sami deyərdi. Misalda, şəhərə səhər deyərdi. Azan verəndə əşhədu ənnə Muhammədən Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm, əşhədu ən la iləhə illallahın əvəzinə deyərdi, əshədu ən la iləhə illallah. Amma Peyğəmbər sallallahu həm qara dərili, həm də nitq qüsurlu olan bir şəxsi gətirir, İslamın müəzzini qərar verir. Halbuki qiraəti yerində olan, tələffüzü yerində olan nə qədər sahabə var idi Peyğəmbər sallallahu yanında. Amma bunu təyin etməkdə bilirsinizmi Peyğəmbər sallallahu nə qədər böyük istedada, potensial imkanlara sahibləndiyini, böyük ruha, o zərfiyyətə, tutuma, ölçüyə sahib olduğunu ortaya qoyurdu. Yəni, insanlar ağdərli, qaradərli söhbət eləməsin, irqçilik eləməsin, şovinizm və üstəlik təəssübkeşlik məsələlərinə və bir də insanlar fiziki qüsurlu olanları aşağılamasın, ona dəyər versin, ona qiymət versin, ona hörmət eləsin, ehtiramla yanaşsın. Peyğəmbər sallallahu bu addımı əməli İslamın təbliği idi. Əməli şəkildə İslamın yayılmasına səbəb olan məsələlərdən biri idi.